Salam dəyərli izləyicilərimiz. Bugün Vətənpərvər məktəblimizlə birlikdə Xədicə ilə gəlmişik Salyan rayonuna Şəhid Vüsal Cəfərovun ev muzeyini ziyarət etməyə. Xədicə də özünün şeir töhfəsi var. Mənim qələmə aldığım, onu da nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz. Xədicənin dayısı Ramil Rəhimov da antizor əməliyyatları zamanı şəhidlik zirvəsindən ucalıb. İndi isə 4-cü sinif şagirdi. Vətənpərvər Xədicənin mənim qələmə aldığım dayısına həsr etdiyim şeiri dinləyək. Buyur Xədicə. Mən bir oğul tanıyıram, o igiddir, qəhrəmandır. Mən bir oğul tanıyıram, al qanı ilə tarix yazdı. Düşmənlərə qan utdurdu, torpaqları azad etdi. Mən bir oğul tanıyıram, balasına həsrət getdi. Anasının göz yaşına, vaxtsız olan sevdiyini, gül üzünə baxdı getdi. Körpələrin bu vətənə bir əmanət qoydu getdi. Mən bir oğul tanıyıram, Ramil Rəhimov adını dastanlara yazdı getdi. Bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik. Xədicəyə gələcək dərslərində uğurlar diləyirik.